Zabitlər bağının yanında o məşhur göy şüşəli bina var. Bilirsiniz ki, burada yaşayış səviyyəsi, qonşular hamısı levelda, yüksəkdir. Parketindən divar boyasına, kombis radiatorundan, sədəf boyalarının o patolog işləməli stul. TikTokda da 20 manat satırlar. Amma bu onlardan deyil, bu çox markadır. Kalizona markasıdır. 22-nin 10-cu mərtəbəsi ortada şəhərə baxışlarını göstərəcəm. Bura giriş hissəsidir. Hamam otağı var. Bir dənə hamamın təmir səviyyəsinə fikir verin. Uşaq otağından zövqlü mebellər, divar içi, birbaşa Mamedin binaları deyirlər. Aşağıda meçid, aşağıda Respublika sarayı, Zabitlər bağı, şəhərin gör necə lüks yerindədir. Mənzil sahibinin yataq otağıdır. Burada öz zövqünə görə, burada hər şey öz zövqünə görə təmir olunub. Divar boyaları, yatağın özü olsun. Burada qardıroblu bir otaq, paltarlar üçün ayrı yer. Bura ofis kimi düzəldib, özü üçün içki polkası. Burada mətbəx otağıdır. Gördüyünüz kimi mətbəxdə bir insana lazımdır. Kupçadan zaten söhbət gedə bilməz. Kupçalı bir mənzildir bu bina. Yolunuzu gözləyirəm. Allah hamımıza qismət eləsin. Öpürəm, çox sağ olun.